O bəzi videolarda deyirlər, diqqət, diqqət, diqqət. Baxın, bu da elə bir videodur. Xüsusilə tələbələr üçün. İzmir Ege xəstəxanasında praktik keçmək istəyən tələbələr. Fərqi yoxdur. Hansı ölkənin vətəndaşıdır, hansı ölkədə oxuyur, Azərbaycanda hansı universitetdə oxuyur, ATU tələbəsidir və yaxud da seçilen tələbəsidir, heç bir fərq etmir. Son 6 yerimiz qalıb. Yəni müraciətlər həddindən artıq çoxdur. Çünki Ege xəstəxanası həm böyük xəstəxanadır, həm xəstə potensialı çoxdur. Həm də gedib gəlmiş tələbələr çox razı qalır. İstərsəniz bir-birlərinə tələbə yoldaşlarına deyirlər və onlar da gəlirlər. Son 6 yer qalıb. Sizdən belə deyək də tarix seçimi tələb olunmur. Yəni tarix imminli bu tarix olmalıdır, elə bir şey yoxdur. İstədiyiniz tarixi seçirsiniz. Əsas o sənədlərinizi gətirin, biz sizin onayınızı alaq və əmin olun ki, artıq orada yeriniz hazırdır, gedib rahat şəkildə praktik keçə biləcəksiniz. Çünki bəzi bölümlər artıq dolub, yerimiz yoxdur deyəcəyik. Yəni İnanın ki, siz gəlib bizə deyəndə ki, mən praktik etmək istəyirəm, mən sizə kömək edə bilməyəcəm və təəssüflər olsun ki, yəni kömək edə bilməyəcəm yerdə olandan sonra. Ona görə də tez müraciət edin, həm yurtda, həm xəstəxanada yerimiz çox azdır. İzmir şəhəri Türkiyənin ən gözəl şəhərlərindən biridir, ən güvənli şəhərlərindən biridir. Ege xəstəxanası Türkiyənin ən yaxşı 5 dövlət xəstəxanasından biridir demək olar ki. Son 6 yer qaldı. Tələsin, müraciət edin. Hər zaman xidmətinizdəyik.